Bu dünyanın en unikal Japon restoranıdır. Bu mekan hem turistleri hem de yerli sakinleri təəccübləndirən konsepsiyası ilə məşhurlaşıb. Təsəvvür et, böyük dairəvi masada oturursan, qarşıda isə divar deyil, şəffaf ara kəsmənin o biri tərəfində nəhəng koy balıqları ilə dolu hovuz var. Bu balıqlar Yaponiyada uğur və xoşbəxtlik rəmzidir və sən yeməyindən zövq alarkən onların suda üzməsini seyr edirsən. Zərif mətbəx ilə canlı koy balıqlarının gözəlliyi birləşərək elə bir hiss yaradır ki, sanki başqa bir reallığa düşmüsən. Balıqların rəngarəng hərəkətləri sakitlik gətirir və demək olar sehirli bir təəssürat yaradır. Bu məkan ənənəni, təbiəti və müasir dizaynı bir yerdə birləşdirir. Təəccüblü deyil ki, buradan çəkilən kadrlar internetdə viral olub. Bu restoranlar adi məkanlara qətiyyən bənzəmir. Və yadında saxla ki, Yaponiyada bu cür çoxlu yerlər var. İşıqlı instalyasiyaları olan zallardan tutmuş dənizin üzərində üzən restoranlara qədər. Elə görünür ki, sanki həqiqətən dalğaların üstündəsən.